Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 sotun içərisində 3 otaqlı ev çıxdı satışa 55 min manata. Fərdi yaşayışdır, yəni bu evi alıb, kupça alıb qeydiyyata düşə biləcəyiniz evdir. Ev bilirsiniz harada yerləşir? Bu Nazim Market var. Nazim Marketdən elə biraz Qısımqayıla tərəf gəlib, dönürük sola. Nə qədər olar təxminən yoldan bura? Bir 250-300 metrdə məsafəsi olar yoldan. Rahat yerdədir, yaşayışın tam mərkəzindədir. 55 minlik evdir. Qiymətində mütləq endirim eləyəcək. Ev sahibi özü endirim eləyəcək. Amma təmirə ehtiyacı olan evdir. Buranı biraz təmir eləməlisiniz. Mən də bunu göstərirəm sizə. Qalanı siz özünüz baxarsınız. Bax, su sayğacı, işıq sayğacı, qaz sayğacı. Kanalizasiyası mərkəzidir. Sonra başqa nəyi var idi bunun? İşıq sayğacı, işıq, qaz, su, kanalizasiyası mərkəzidir. Yoldan 250 metr məsafədədir. Necə? İnternetdir, telefonda bunlar hamısı var. Çünki yaşayışın tam mərkəzindədir. Bir də belə ağacları var. Bir dənə zəhmət olmasa belə göstərin. Bax. Burada da ağacları var. Bax, burada üzüm tənəkləridir. Görürsünüz burada. Burada da var. Bax. Hasarın qırağında. Qəşəng sərgəli. İndi biraz burada yaşayış olmayıb. Siz gəlib burada inşallah evi alandan sonra bu əyrəçliyi nə var düzəldə bilərsiniz. Evimiz də demək olar ki 5 daş kürsülüdür. Baxın kürsüsünü göstərin. 5 daş kürsülüdür. Bir də ki bura yaxınlaşaq. Ara məsafəsinə baxın. Bax. Buradan da ara məsafəsi var. Evin arxaya keçmək üçün də ara məsafəsi var. Görürsünüz? Arxa, burada kombinin yeridir. O balaca tikinti kombinin yeridir. Bütün joloblarda mərkəzi kanalizasiya birləşdirilir. Bütün joloblar. Davam eləyək. Bax, 1, 2, 3, 4, bir daşla tam etdi. 5 daş kürsülüdür. İndi yaxınlaşaq evin içərisində göstərim. Ev qoşadaş kubiklə tikilib. Kurqavoy hamısı qoşadaşla tikilib. Gəlin içəri bir nəzərə olmasa. Bax, bütün pol, yəni yeri. Bax, belə şam ağacından qəşəng səliqəli poldur. Sadəcə bunu şirfovqalanıb laklanmalıdır. Bu bunun koridorudur. İstərsiniz bunu davam elətdirə bilərsiniz bu taxta apşifqalarla, istərsiniz söküb emulsiya aboy da eləyə bilərsiniz. Yəni təmirə ehtiyacı olan evdir. Bax, əvvəldən bunu deyirəm. Təmir mütləq olunmalıdır. Bu koridordur, bu qonaq otağıdır. Bax, bu qonaq otağıdır, baxın. Bu qonaq otağıdır. Ev sahibinin veşləridir, bunları götürəcək. Bunların evə heç bir aidiyyəti yoxdur. Bu veşlər hamısı buradan daşınıb aparılacaq. Qonaq otağını göstərəndən sonra burada bir yataq otağıdır. Görürsünüz, bütün otaqların kvadratı da böyüdür, iridir. Görürsünüz, bax, bu bir yataq otağıdır. Buradan sonra bir yataq otağı buradadır. Bax, burada. Burada bir yataq otağıdır. 3 otaqlı evdir. 55 min manata 2 sotda 3 otaqlı ev. Təmirə ehtiyacı olan ev. Bu da mətbəx. Bu da mətbəximizdir. Baxın. Bax belə. 3 otaqlı ev. Sanitar qovşağını da göstərək. Yaxından zəmət olmasın. Bax belə. Gördünüz. Bax belə bir evdir. Deməli, bir də izah edirəm. Zəhmət olmasa mənə göstərin. Burada krişaya çıxmaq üçün yeri göstərin. Burada krişaya çıxmaq üçün yer. Bax belə. Deməli, 2 sotun içərisində 3 otaqlı evdir. Bir də yerini izah edirəm. Nazim Marketdən, necə? 9-un 9-a deyir. 9-un 9-a evdir. Nazim Marketdən Sumqayıda tərəf gələndə dönürsünüz sola. Sola dönəndən sonra bir 200 metr, 250 metr yol gəlib çatırsınız bu evə. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Fərdi yaşayış. Yəni bu evi alıb, kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Uzun müddət yaşayış olmuyor bu evdə. İndi ev sahibi buranı satır. Yəni ona görə deyirəm ki, təmirə ehtiyacı var. Qiymətində ki, ev sahibinin özü ilə gəlib danışarsınız, özü endirim eləyəcək. 55-dən mütləq endirim eləyəcək. Yaxşı endirim eləsin ki, siz də bunları işləri tamamlaya biləsiniz. Allah Allahın da satanı da xeyir versin. Sağ olun.